Salam, hörmətli müəllimlər. Bu gün sizlərə Martin Hewingstə ikinci unitin izahını verəcəyəm. Present continuous and present simple 2. İndiki davam edici zaman və indiki sadə zamanın ikinci hissəsinin izahına başlayıram. We often use the present simple and present continuous in stories and jokes in informal spoken English to create the impression that events are happening now. It can make them more direct and exciting and hold people's attention. Deməli, biz ingilis dilində indiki sadə zamandan və indiki davam edici zamandan adətən qeyri-rəsmi danışıqda hadisələrin hal-hazırda baş verdiyini təəssüratını yaratmaq üçün hekayələrdə və zarafatlarda istifadə edirik. Bu istifadə, yəni indiki davam edici zaman və indiki sadə zamanın istifadəsi bu hadisələri daha həyəcanlı edir və insanların diqqətini toplayır. Məsələn, she goes up to this man and looks straight into his eyes. He's not wearing his glasses and he doesn't recognize her. This man's playing golf when a kangaroo bounds up to him, grabs his club and hits his ball about half a mile. The main events are usually described in sequence using the present simple, and the longer background events are described using present continuous. Əsas hadisələr adətən ardıcıllıqla indiki sadə zaman, daha uzun və arxa plan hadisələr isə davam edici zaman istifadə edilərək təsvir olunur. In narratives and anecdotes, the present simple can be used to highlight an event. Often it is used after past tenses with a phrase such as suddenly or all of a sudden. Hekayələrdə və anekdotlarda hadisəni vurğulamaq üçün indiki sadə zamandan istifadə olunur. Bu adətən o zaman baş verir ki, keçmiş zamanlardan sonra, keçmiş zaman istifadəsindən sonra və suddenly və yaxud da all of sudden birləşmələrindən sonra istifadə olunur. Məsələn, I was sitting in the park reading a newspaper when all of a sudden this dog jumps at me. Burada da göründüyü kimi keçmiş sadə zamanda olan hərəkətlərdən və all of sudden sözü istifadə olunur və ondan sonra indiki sadə zaman istifadə olunub. We also use the present simple and present continuous in live commentaries. For example, on sports events when the report takes place at the same time as the action. Biz həmçinin indiki sadə zamandan və indiki davam edici zamandan canlı şərhlərdə, məsələn, idman xəbərlərində xəbərlə hərəkət eyni anda baş verərsə, əgər üst-üstə düşərsə, o zaman istifadə edirik. Məsələn, King serves to the left hand court and the other makes a wonderful return. She is playing magnificent tennis in this match. Buradan da göründüyü kimi gözümüzün qarşısında hər hansı bir idman hadisələrini şərh edərkən, canlı şərh edərkən indiki sadə zaman və onu təsvir edərkən indiki davam edici zamandan istifadə etdik. We can use the present simple in phrases such as it says, here, I hear, I gather, I see, I understand, and they say, someone says, someone tells me, to introduce news that we have heard, read, seen on the television or been told. We can also use past tenses. It said here, I heard. Biz adətən indiki sadə zamanda it says, here, I hear, I gather, I see, I understand, and they say, someone says, someone tells me və yaxud frazalarından istifadə edərək eşitdiyimiz, oxuduğumuz və yaxud da televiziyada gördüyümüz xəbərləri təqdim etmək üçün istifadə edirik. Həmçinin də keçmiş zamanlardan da istifadə edə bilərik. It said, here, I heard. I gather you are worried about Pedro. Sophia tells me you are thinking of emigrating. Professor Hedrick is at the conference and I hear she is
an excellent speaker. Eşitdiyimiz və yaxud da bizdə olan hər hansı bir məlumatı çatdırmaq üçün biz indiki zamandan istifadə etdik. Digər bir hal isə the present simple is often used in news headlines to talk about events that have recently happened. İndiki sadə zaman tez-tez xəbər başlıqlarında adətən son zamanlarda baş verən hadisələr haqqında danışmaq üçün istifadə olunur. Məsələn, taken the crack hits Japan, scientists find ice on the moon. We can use the present simple to refer to the contents of books, films, newspaper. Həmçinin də biz kitabların, qəzetlərin məzmununa istinad etmək üçün indiki sadə zamandan istifadə edirik. Thompson gives a list of the largest European companies in chapter 6. Thompson 6-cı fəsildə ən böyük Avropa şirkətlərinin siyahısını verir. At the beginning of the book, 3 men find $4 million in a crashed plane. Kitabın deməli əvvəlində 3 kişi qəzaya düşmüş təyyarədən $4 milyon tapır. In the film, Lonnie Baranski takes the role of a private detective. Filmdə Lonnie Baranski özəl detektiv rolunu oynayır. Digər bir hal isə we can use the present continuous with adverbs such as always, constantly, continual or forever to emphasize that something is done so often that it is characteristics of a person, group or things. İndiki davam edici zamanda biz always, constantly, continually və forever sözlərin kimi zərflərdən istifadə edərək bir şəxsə, bir qrupa və yaxud da bir əşyaya xarakteristik olan, nəyinsə xas olan, nəyinsə tez-tez baş verdiyini vurğulamaq üçün istifadə edirik. I think I'll stay here after all. You are constantly changing your mind. Burada gördüyünüz kimi deyir ki, you are constantly changing your mind. Sən həmişə tez-tez daim fikrini dəyişirsən. Yəni bu insana məxsus olan bir hadisəni vurğulamaq üçün constantly sözündən istifadə olunub. We often use this pattern to indicate disapproval. Biz tez-tez bu şablondan narazılığı bildirmək üçün istifadə edirik. The past continuous is used in a similar way with these adverbs. Keçmiş davam edici zamanda həmçinin eyni üsulla bu zərflərdən istifadə olunaraq və eyni mənanı vermək üçün istifadə olunur. Məsələn, was Olivia always asking you for money too? Olivia səndən də həmişə pul istəyirdi. Yəni, amma keçmiş zamanda işlənib. We can use the present continuous to describe something we regularly do at a certain time. Müəyyən bir zamanda müntəzəm olaraq etdiyimiz bir şeyi təsvir etmək üçün indiki davam edici zamandan da istifadə edərik. Məsələn, at 8 o'clock I am usually driving to work, so phone me on my mobile. Adətən saat 8-də mən işə gedirəm, ona görə də mənə mobil telefonuma zəng et. 7 o'clock is a bit early. Saat 7 biraz erkəndir. We are generally eating then. Onda biz adətən nahar edirik, yemək yeyirik.